everyone. Herkese selam. Bugün ikinci sınıfın summative ikisini izah edeceğim. Gelin başlayalım. How many pens are there in the picture? Şəkildə neçə dənə qələm var? Gəlin baxaq. 1, 2, 3, 4. Yəni burada gəlin variantlara baxaq. A 5, 5 deməkdir, yanlışdır. B 4, bu doğrudur. Çünki 4 deməkdir. C 10 deməkdir, yanlışdır. 2. How many cats are there in the picture? Şəkildə neçə dənə pişik var? Gəl baxaq. Bu birinci, bu ikinci, bu da üçüncü. 3 dənə. Variantlar. A 1 yanlışdır. B 6 yanlışdır. C 3 bu doğrudur. 3. Match the numbers. Rəqəmləri birləşdir. 1 deməkdir. 5 5'dir. 7 7'dir. 9 9'dur. 10 de 10'dur. Which school object do we write? Hansı məktəb əşyası ilə biz yazırıq? Gəlin buradan baxaq. Master bu yanlışdır. Yəni bundan boyuruq daha çox. An easier pozanla bu da yanlışdır. A pen qələm bu doğrudur. Qələmlə yazırıq. Match birləşdir. I have a pencil. Mənim qələmim var. Karandaşım var. I have a ruler. Mənim xətkeşim var. I have a crayon. Mənim rəngli karandaşım var. Translate the words. Sözləri tərcümə et. A ruler xətkeş deməkdir. A pencil karandaş. Kesin yetdi. Translate the sentence. Cümləni tərcümə et. How old are you? How old are you? Sənin neçə yaşın var deməkdir. Sənin neçə yaşın var. 8. Find the letters. Rəqəmləri tap. Hərfləri tap. Bir də burada ruler olacaq, yəni xətkeş. 2-də olacaq, yəni easier. Sonra 8, sonuncuda da pen, yəni p olacaq, qələm. Choose the school objects. Məktəb əşyalarını seçin. Pencil məktəb əşyasıdır. Alma məktəb əşyasıdır. Crayon məktəb əşyasıdır. Qələm məktəb əşyasıdır. Çərpələng məktəb əşyası deyil. Hi, my name is Aysel. I'm 7. I have crayon and an eraser. I have one ruler. I have a red pen. Salam, mənim adım Ayseldir. Mənim 7 yaşım var. Mənim rəngli karandaşlarım və bir pozanım var. I have one ruler. Mənim bir xətkeşim var və mənim qırmızı qələmim var. İndi yəni suallara baxaq. 1. Aysel is 7. Aysel 7 yaşındadır. Bu doğrudur. 2. Aysel has blue pen. Bu yanlışdır. No. Çünki Aysel'in burada gördüğünüz gibi kırmızı karandaşı var. 3. Aysel has one ruler. Bu doğrudur. 4. Aysel has two crayons. Burada bir söz var. Olduğu için bu bir demektir. Bu da yanlıştır. Okay, see you later.